Salam möhtərəm dostlar. Bu günləri panik atak haqqında danışacağam. Ondan necə qurtulmağın yolları haqqında danışacağam. Deyəcəksiniz, bu taxta yonan adam indi də psixoloq roluna girdi. Doğrudur, həkim deyiləm mən, amma bu narahatlığı başım çəkib. Bu narahatlıqla mən şəxsən yaşamışam. Yemədiyim dərman qalmadı. Etmədiyim tədbir qalmadı. Hamısı müvəqqəti təsir göstərir. Elə bitki çayları, elə məzunlar hazırladım ki, onları ölü içsəydi dirilərdi. Amma bu panik atak gələndə onlar təsirsiz qalır. Heç nə eləyə bilmir. Ürək çırpınır, təzyiq dalğalanır, baş gicəllənir, sinə sızıllayır. Yəni ayaman qoyma öldüm. Aradan bir gün keçir ya bir saat keçir, bir də görürsən ki, sapasağlam adamsan. Bəs onda o təlaşın səbəbi nə idi? Çox vaxt bizə deyirlər ki, bir psixoloqun yanına ged. Burada iki variant var. Məsələn, biz rayon cəmaatı adətən gedirik rayon poliklinikasına, pullu poliklinikaya. Orada 20-30 manat pul ödəyir, ondan sonra həkimin qəbuluna düşürük. O da bizə bir-iki sakitləşdirici dərman yazıb yola salır. Başqa cür edə də bilmir. Çünki sizi panik atakdan xilas etmək üçün o aylarla çalışmalıdır. Sadəcə sakitləşdirici dərmanlar bir müddət yazır, o da bir müddət təsir eləyir, sonra köhnə tas, köhnə hamam. İkinci variant, böyük ödəmə hesabına savadlı bir psixoloqun yanına gedirsən, o da səninlə aylarla məşğul olur. Yəni bu yolla bəli sağalmaq olar, amma bu hamı üçün yol deyil. Üçüncü variant da var. O nədir? O adamın özü özünə həkimlik etməsidir. Deyəcəksiniz, bu köhnə söhbətdə hamı deyir ki, ged özün özünə həkim ol. Amma olmur axı, adam özünə həkimlik edə bilmir axı. Məsələ ondadır ki, dostlar, xilas olmaq, bu panik atakdan xilas olmaq üçün ən asan və səmərəli yol məhz budur. Yəni, insanın özü özünə həkimlik etməsi. Çünki bu narahatlığın çarəsi dərmanla, həkimlə deyil. Sənin özündədir bunun çarəsi. Haqqında bəhs edəcəyim müalicə üsulunun elmi adı belədir. Kognitiv davranış terapiyası. Kognitiv davranış terapiyası. Sözün mənası belədir. Öyrədən, düşündürən və davranışı dəyişdirən. Bu elmi bir sistemdir. Öyrədir, düşündürür və dəyişdirir. Onu da əlavə edim ki, bu elmi sahə yalnız panik atak və ya digər psixoloji narahatlıqlarla bağlı deyil. Ən ağır real xəstəlikləri müalicə etməkdə belə çox səmərəli istifadə olunur. Burada başlıcası məsələnin mahiyyətini qavramaqdır. Əgər mahiyyəti qavraya bilsək, onda deməli müalicəni tapmışıq. Bir imkanlı tanışım deyir ki, deməli bu narahatlıqla bağlı Almaniyada bir psixoloqun yanına getmişdim. Deyir, elə psixoloqa öz dərdini deməmişdən qabaq ondan soruşdum ki, bu psixoloji xəstəliklərin ən çətin sağalanı hansıdır? Həkim dedi ki, bəs panik atak xəstəliyi çox çətin xəstəliklər sırasındadır. Açığı mən bu sözü həkimin deməsinə şübhə edirəm. Çünki bu işin çarəsini bilən üçün heç də bu çətin bir xəstəlik deyil. Amma çarəsini bilən üçün. Dostlar, mən bu narahatlıqla 6 il yaşadım. Bu dərmanlara baxın. 7 il bundan öncə çəkilmiş fotolardır. Görün məni nə hala gətirib. Əl atmadığım tədbir qalmadı. O vaxta qədər ki, bu kognitiv davranış terapiyası ilə tanış oldum. Onun mənə aşıladığı ilk fikir bu oldu. Səni qorxudan hadisə deyil, həmin hadisə haqqında düşüncələrindir. İnsan öz beynində nəyə fokuslanırsa, həmin şey güclənir. Demək, ilk olaraq beynindən gəlib keçən və tez-tez təkrarlanan fikirlərə diqqət etməlisən. Bundan məqsəd nədir? Məqsəd budur ki, məntiqsiz, əsassız düşüncələri aşkarlayaraq
onları real faktlara əsaslanan düşüncələrlə əvəz edəcəksən. Yəni beynində yaranmış köhnə sürüşkən yolu dəyişəcəksən. Onun qarşısına bir bariyer qoyub yeni yollar yaradacaqsan. Bu mümkündürmü? Bəli. Son elmi araşdırmalar sübut elədi ki, hətta 80 yaşlı insanlar da öz beynində yaranmış köhnə yolu bağlayıb yeni yol yarada bilər. Bu elmi cəhətdən isbat olundu. Möhtərəm dostlar, bilirəm ki, işin çətin qisminə gəldik. Son cümlədə dediklərim heç də sıradan edilə biləsi işlər deyil. Edilməsi bir yana, anlaşılması belə çətindir. Amma dostlar, narahat olmayın. Mən bu müalicə üsulunun addım-addım necə baş verdiyini sizə izah etməyə çalışacağım. Amma bir məsələ var ki, bu 10 dəqiqəlik bir video çərçivəsinə sığan iş deyil. Yəni, mən davamlı bir neçə video hazırlayacağım. Sözün əvvəlində dedim ki, bir psixoloq, həkim, bir panik ataq xəstəsini müalicə etmək üçün onunla aylarla çalışmalıdır. Xəstə də ona təbii ki, haqq hesab ödəməlidir. Mənimsə istəyim ən çox bu olar ki, videonu bəyənin, paylaşın. Əslində heç buna da ehtiyacım yoxdur. Əgər kimlərəsə bir faydam dəyərsə, bu da mənim üçün yetərlidir. Dostlar, unutmayın, panik atak beynimizin bizə oynadığı bir oyundur. O bir pis dosta bənzəyir. Onu özünüzdən uzaqlaşdıra bilərsiniz. Sonda sizə bu müalicə üsulunun bir sirrini verim. Bu üsul qılınca qarşı qalxan qaldırmaq kimi bir şey deyil. Yəni, mübarizə aparmaq, xəstəliklə mübarizə aparmaq kimi bir iş deyil. Bu dost qalmaq da deyil. Bu yolu dəyişməkdir. Başqa yolla gedəcəksən ki, heç o pis dostla qarşılaşmayasan. Kanala abunə olun ki, söhbətin davamını dinləyə biləsiniz. Şəfa Allahdandır inşallah. Sağ olun, Allah'a əmanında.